İldırım nəfəs kəsən, güclü də sürətli təbii bir hadisədir. Tək bir ildırım çaxması 30.000 Kelvinə qədər istiliyə çata bilər ki, bu da günəşin səthindən daha istidir və təxminən 5 milyard joule enerji daşıyır. Bu, bir evin bir ay işləməsi üçün kifayətdir. İldırımın inanılmaz sürəti saatda təxminən 220.000 mil, işığın sürətinin 1/3 qədərdir. İldırım müxtəlif formalarda yaranır. Buluddan yerə və buluddan buluda. O, 10 mildən çox uzana bilər və atmosfer şəraitinə görə müxtəlif rənglərdə görünür. Azot olduqda mavi, toz çox olduqda isə qırmızı. Gündə 8,6 milyon dəfə baş verməsinə baxmayaraq, onların yalnız kiçik bir hissəsi yerə düşür. Daha nadir, lakin dağıdıcı olan müsbət ildırım buluddan yerə doğru hərəkət edir və daha güclü təsirə malik olur. Mənfi ildırım isə daha çox rast gəlinir. İldırımın səsi, yəni göy gürültüsü, havanın ildırımın istiliyi ilə sürətlə genişlənməsi nəticəsində yaranır. Vizual və səsli təsirlərindən başqa, ildırım yer üzündə azot dövranında mühüm rol oynayır. Atmosferdəki azotu bitkilərin istifadə edə biləcəyi formaya çevirir. Bu da dünya ekosistemlərinin sağlamlığına töhfə verir.